3 günlük hava xəbərdarlığı edildi. Güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə aprelin 4-ü gündüzdən 6-sınadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəllabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13-20 metrə qədər güclənəcək. Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20-28 metrə qədər güclənəcək.